Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli ombudsman və ombudsman aparatının təmsilçiləri. Hər dəfə biz illik məruzəni dinləyəndə bir şeyi xatırlamalı oluruq. Ümumiyyətlə, Hesablama Palatasının rəylərini də oxuyanda birinci növbədə orada olan tövsiyələr hissəsinə xüsusi diqqət yetiririk. Mən hesab edirəm ki, ölkədə bir çox məsələlərlə bağlı ayrıca köklü islahatlar keçirməyə zərurət yoxdur. Elə Hesablama Palatasının tövsiyələrini, ombudsmanın tövsiyələrini diqqətlə nəzərə alsaq və orada nəzərdə tutulan müddaları yerinə yetirməyə çalışsaq, bir çox problemləri operativ həll etmiş olarıq. Kifayət qədər cəsarətli tövsiyələr burada qeyd olunubdur. İstər əmək hüququ ilə bağlı, istər insanların müəyyən əlillik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı, onların qeydiyyatı ilə bağlı və hesab edirəm ki, bunlar ciddi diqqətə alınmalıdır. Və burada xüsusilə də indi 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində təklif önəmlidir. Çünki bir çox yerlərdə adamın əmək pensiyasını almasına bir il qalır, ixtisar adı ilə işdən çıxarılır, tamamilə ağır vəziyyətə düşür. Pensiyadan da başqa dolanışıq yeri olmayan insanlar nə qədər əziyyət çəkirlər. Mən istərdim ki, hörmətli ombudsmanımız bir neçə məsələyə də xüsusi fəaliyyətdə diqqət yetirsin. Bu da bu Bakı şəhərində bildiyiniz kimi ümumiyyətlə Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürək açıcı deyil, aznacaqlı bir durum var. 40 min, demək 25-ci ilin 9 ay ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnibdir. Düzdür, orada cüzi keçən ilkidən fərq var, amma ən dəhşətli budur ki, Bakı şəhərində demək, bütün qeydə alınmış nikahların 56% son 9 ayda 56% boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən, nikah bağlayan ailə varsa, onun 56-sı bir il keçməmiş boşanır. Bu olduqca ciddi məsələdir və bunun da bir qismində daha çox evin kişi demək mənsubu şəxslərini ittiham eləyib də. Daha çox ağırlığı onun üzərinə qoyub aliment kəsirlər və bunun da sıxıntısını onlar çəkirlər. Bir çox hallarda qadınlar tərəfindən məqsəd yönlü şəkildə ailə həyatı qurulandan bir neçə müddət keçəndən sonra, bir övlad dünyaya gələndən sonra aliment alma məqsədi ilə süni şəkildə artıq bu boşanma tələbi irəli sürülür. Mən elə gəlir ki, biz mediasiya şurasına səlahiyyət verməliyik ki, məhkəməyə, əgər orada onlar həll eləyə bilmədilərsə, məhkəməyə onların bu xüsusilə də bu qadınların niyyətləri ilə bağlı, ola bilsin kişilərin niyyətləri ilə bağlı rəy versinlər və məhkəmə bu rəyi xüsusi diqqət alsın və aliment kəsmə məsələsində ədalətli davransın. Çünki bir çox hallarda ailənin pozulmasının səbəbkarını müəyyən eləmək olmur. Əmlaka və müəyyən dərəcədə o pula görə avantaj əldə edənlər ailənin böyük problem yaşamasına gətirib çıxarırlar. İkinci böyük məsələlərdən biri Rusiyada yaşayan Azərbaycanlılarla bağlıdır. Bildiyiniz kimi ötən il çox sayda hadisələr oldu. O hadisələr gizli şəkildə latent formada davam etməkdədir və çox sayda Azərbaycan iş adamları, Azərbaycanlılar, sadə Azərbaycanlılar, əlində əmlakı olanlar qeyri-qanuni şəkildə müxtəlif ittihamlarla, müxtəlif demək şantajlarla həbs olunurlar və onların hüquqlarını qoruma imkanı olmur. Elə olur ki, ailə üzvləri 4 nəfər orada çalışır, ikisi oranı qaçır, canını qutarır, ikisini həbs eləyirlər. Kimsə də qoruyacaq adam tapılmır, çünki məhkəmə və başqa problemlər artıq elə şəkildədir ki, yuxarıdan diktə ilə hərəkət eləyirlər. Ona görə də onlar hamısı Azərbaycan vətəndaşlardır. Onların qorunması istiqamətində, müdafiəsinin təşkili istiqamətində çox ciddi işlər görülməlidir. Bir çox hallarda onların bura gəlişi, gedişi ilə bağlı məhdudiyyətləri ortadan qaldırmaq olduqca vacibdir. Əlilliyin qiymətləndirilməsi çox önəmlidir. Adam var ki, ümumiyyətlə uşaqlıqdan keçirdiyi şikəstlik nəticəsində Biləsuvar rayonunda bir xanım müraciət eləmişdi. Adam danışa bilmir, xəstədir.
Adam birinci qrup əlil almaq üçün buna təklif edirlər ki, get ruhi xəstəxanada yatmalısan, ondan sonra oradan sənəd verməlidir. Bu ruhi xəstə deyil ki, bu sadəcə şikəstdir, bu danışa bilmir və öz hüququnu da qoruya bilmir. Və yanında gələn insanlar bunu, savadsız insanlar izah edirlər ki, bunun nə çətinliyi var. Ona görə də bu kimi məsələlərə diqqət yetirilsə, məncə cəmiyyətdə bu gərginliyi də azaltmaq mümkündür. Təşəkkür edirəm diqqət.